Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli qardaşlarım, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Ta'ala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Elhamdülillah, dəyərli qardaşlarım, Rəbbimiz bizləri öz lütfü ilə bu cürlə toplanıb Allahı zikr etməyi, onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem'i xatırlamağı sizlərə nəsib edib. Dua edirəm ki, Allah Subhanahu wa Ta'ala bu məclislərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, bərəkətli və faydalı məclislərdən etsin. Həqiqətən də Allah Ta'alanın üzərimizdə olan neymətləri çoxdur. Və ən böyük neymətlər, bu da İslam neymətidir ki, Rəbbimiz bizləri bu İslam neyməti ilə izzətləndirir. Bizlərə nəsib edib ki, Allahın qarşısında əyilib, ona səcdə edik, ona ibadət edik. Bu neymətə görə müsəlman hər bir zaman Allah Teala'ya həmd etməlidir, Rəbbimizə şükür etməlidir. Ona görə də sələflər deyərlər ki, vacib deyil ki, yəni şərt deyil ki, sən sevəsən Allah'a. Əsas şərt odur ki, Allah Subhanahu wa Ta'ala səni sevirmi? Yəni, əsas budur. Ona görə də bu günləri insanlar soruşsan, hər bir kəs deyəcək ki, mən Allah'ı sevirəm. Və yaxud da Allah'ı sevdiklərini iddia edəcək. İstəyir cahili olsun, istəyir mömini olsun. Yəni, Allah Teala'nın sevdiyini insan iddia edəcək və deyəcək ki, bəli, mən Allah'ı sevirəm. Və yaxud da sevdiyini iddia edir. Ona görə də sələflər deyirlər ki, İnsan görə özünə sual verməlidir ki, Allah Subhanahu wa Ta'ala məni sevirmi? Yəni, insan harada bilə bilər ki, Allah Ta'ala onu sevir? Və yaxud da, hansı daha bir vacibdir? Sənin Allah'ı sevmək, yoxsa Allah'ın səni sevməsi? Əlbəttə ki, mütləq olan Allah Subhanahu wa Ta'ala'nın səni sevməsidir. Ona görə də insan bu sevgini qazanmaq üçün, yəni Allahın sevgisini qazanmaq üçün Allah Subhanahu wa Ta'ala yollar qoyur. Və bizə nəyi etməliyik ki, o sevgini qazanan, Allah Ta'ala onu bizə əmr edir. Ona görə İbn Kəsir rahimehullah Ali İmran surəsi 31-ci ayətinin təfsirində Həsən el-Basri rahimehullahın sözlərini zikr edir və deyir ki, Həsən el-Basri rahimehullah deyərdi ki, insanlar Allah Rasulunun zamanında Allah'ı sevdiklərini iddia etdilər. Və dedilər ki, biz Allah'ı sevirik. Lakin Allah Subhanahu wa Ta'ala onlara Allah'ın sevgisini necə qazanmağı yolunu göstərir. Dedi ki, mənim Peyğəmbərimi sevin. Ona itaat edin. Ona tabi olun. Və Ali-İmran surəsi 31-ci ayətini nazil edir. Və bu ayə də Həsən el-Basri rahimehullah deyir ki, imtihan ayəsidir. Belə də adlanır. Ona görə müsəlman özünü bu ayətlə imtihan eləməlidir. Ki, mən Allah Rasulunu sevirəm, yoxsa yox. Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellemə itaat edirəm sözündə, əməlində, yoxsa yox. Necə ki, Allah Teala bu ayətdə buyurur ki, əgər Allah'ı sevirsinizsə, mənim ardımca gəlin. Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizləri nə etsin? Bağışlasın, əff etsin. Ona görə sevgi budur. Allah Rasuluna Muhammed sallallahu aleyhi ve sellemə tabi olmaq. Və insan bununla Allah'ın sevgisini qazanır. Yəni, Allah Rasuluna tələbəçilik, Allah Rasuluna itaət necə olmalıdır? Alimlər deyir ki, iki şey ilə olmalıdır. Peyğəmbər sallallahu aleyhi ve sellemin əmr etdikləri ilə. Nə ki, əmr edibsə bizə, onları yerinə getirməklə Allah Rasuluna tabi olursan. Sünnə deyəndə nə qəsd olmalı? Peyğəmbər sallallahu aleyhi ve sellemin sözlü sünnəsi, əməli sözlü sünnəsi və görüb qadağan etmədiyi sünnəsi.
sözlə olan sünnələrə müxtəlif misallar, hədisləri zikr etmiyorlar. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin zikirləri qeyd edir və sahabələr o zikirləri ediblər. Əməli sünnələr var, hansı ki, Allah Rasulü əməllə o sünnətləri göstərir bizə. O zikirləri necə barmaqla etməlisən. Həmçinin Allah Rasulunun etiqadına tabi olmaq. Onun etiqadı nə idisə, o etiqadı özündə daşımaq. Və sonra ikinci də alimlər deyirlər ki, sünnə tərkiyyə, yəni Allah Rasulunun tərk etdiklərini tərk etmək, etməmək. Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellemin tərk etdiklərini tərk etmək, eləmək. Məsələn, biz bilirik ki, hər namaz üçün, fərz namazı üçün azan və azan vacib, həmçin iqamə nədir? Sünnədir. Allah Rasulü azan və iqamə verərdir. Lakin biz bilirik ki, bayram namazı var. Bayram namazı, qurban və Ramazan bayramı. Elə bir mühüm ibadətdə azan və iqamə yoxdur. Halbuki o ibadətdə daha çox insanlar nə edir? Toplanır. Daha çox insanlar yığışır bir yerə. Lakin azan və iqamə yoxdur o ibadətdə. Etmək olar, yoxsa yox. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem eləməyib bunu. Allah Rasulunun etmədiyi bir şey etmək özü sünnədir, ona tabiçilikdir, ona itaətdir. Onun əmrlərini yerinə yetirməkdir. Ona görə də bu günləri bidət əhlinin əksəriyyətinin azmalarına səbəb onların Quran və sünnədən uzaq düşməkləri və həmçində Quran və sünnəni sahabələrin başa düşdüyü tərzdə başa düşməmək. Necə ki, sahabələr başa düşürlər. Çünki sahabələr birbaşa Allah Rasulunu öyrənirlər, görürlər və onu insanlara nə edirlər? Ötürürlər. Yəni, bu günləri bidət əhlinin azmalarına səbəb də budur. Və həmçinin də bidət əhlinin azmalarına səbəblərdən biri də alimlər deyirlər ki, onlar məqsədi və qayəni unudublar. Məqsəd və qayə bizdə Quran və sünnədir. Məqsədimiz Quran və sünnəyə tabi, amma onlarda məqsəd və qayə məhzəblərinə tabi olmaqdır. Yerlərini səhv salıblar. Əhl-i sünnə, salih sələflər, tabiçilikdə bu üç nəslə tabidirlər. Hansı ki, Allah Rasulü buyurub ki, ən xeyirli nəsildir. Mənim əsrimdə olanlar, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlərdir. Düzdür, sahabə dedi ki, zənn edirəm, 2 dəfə dedi, yoxsa 3 dəfə dedi. Hər halda alimlər qeyd ediblər ki, bu 3 nəsil ən xeyirli nəsildir. Əhl-i sünnə salih sələflər bu 3 nəslə tabidir. Bu 3 nəsildən nə gəlirsə olur. Həmçin salih sələflər və həmçin də 4 məhzəb imamı. Amma bidət əhli üçün bu belə deyil. Bidət əhli üçün ən önəmlisi öz məhzəbinə tabi olmaq, səhidir, zəifdir, buna baxmamaq, məhzəbin görüşünü dəstəkləmək, ən üstün görmək, hətta uydurma, zəif, əqillə bir şey olsa da belə. Amma əhl-i-sünnə belə deyil. Əhl-i-sünnə və cəmaət hər bir şeyin ən səhiyinə tabidir. Hər bir şeyin ən səhiyinə tabidir. O ki, bidət əhlində belə deyil. Bidət əhli öz ağlı ilə bir şey irəli yürüdür və sonra başlayır onun üçün nə etməyə? Dəlil axtarmağa. Başlayır dəlil axtarmağa. Bu yaxınlarda, əlhamdülillah ki, biz bu Mövlud, yəni Allah Rasulunun doğumu ilə bağlı ötən il səhifələrimizdə dərsimiz olmuşdur. Bu barədə geniş danışmışdıq. Əlhamdülillah, istəyənlər o dərsə girib qulaq asa bilərlər. Lakin görürsən ki, insanların ehtiyacı var ki, hər dəfə bu cür şeylər təkrarlansın. Və bidət əhli də görürsən ki, öz bidətlərini, şübhələrini insanlara çalışırlar, yer etsinlər, insanları azdırmaq üçün. İnsanları öz batıl məhzəblərinə, təriqətlərinə salmaq üçün. Əlhamdülillah ki, bu mövzu geniş şəkildə, yəni orada biz qeydlər aparmışıq və Quran və sünnə ilə Peyğəmbər sallallahu aleyhi ve sellemin doğum gününü qeyd etməyə, yəni mövlud deyilən bir şeyin olmamadığını və əksinə bu doğum günü, mövludu qeyd eləmək Quran və sünnədə deyil, İslamdan öncə belə xristiyanlardan gəldiyini
Və ondan da kimlər götürüblər? Misirdə olan Fatimilər dövləti olub, əsli Şiə dövləti olub. Onlar götürüblər imamların mövludunu qeyd eləmək, Həsən, Hüseyin, Fatimə, həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin mövludunu qeyd etmək. Yəni oradan götürərək bu bidət yayılmağa başlayır. Və ondan sonra sünni, yəni əhl-i sünnə cəmaatı arasında da başlayır bu bidət yayılmağa. Allah Rasulunun mövludunu, doğumunu qeyd eləmək. Bu yaxınlarda deməli bu məzhəbini kör-köranı təqlid edənlərdən birinin bir videosu çıxmışdı. Və insanın videosuna baxdıqdan sonra, dinlədikdən sonra bu Məturudinin azğın Məturudi etiqadında olandı. Düzdür, özünü hər dəfə çalışır ki, Əhl-i məzhəbə aid etsin. Halbuki Əhl-i məzhəb ondan uzaqdır. Çünki 4 məzhəb deyiləndə İmam Əbu Hənifə Məturudi olmayıb. Və yaxud da İmam Şafii Əşari olmayıb. Bunlar çox sonradan əmələ gələn bir şeylərdir. Və bu insan 12 dəqiqəlik, 13 dəqiqəlik dərs danışır və dərsdə dasqanın qarşısında özü üçün bir qayda cızır və o qayda üzərində çalışır ki, mövludu izah etsin ki, mövlud var və subhanallah, insan həyasızcasına Allah Rasulunun dilindən yalan danışır. Videonun əvvəlində söyləyir ki, nə Quranda, nə də sünnədə Allah Rasulü bu barədə, yəni doğumu barəsində, qeyd etmək barədə heç bir dəlil yoxdur. Sonradan isə Peyğəmbər s.ə.v-in adından yalan danışaraq insanlara bidəti yeritməyə çalışır. Ki, Peyğəmbər s.ə.v-in doğumunu qeyd etmək Allah Rasulunun susması iləndir. Və bir hədis qeyd edir. O hədisi də əksəriyyətimiz bilirik. Peyğəmbər s.ə.v Əbu Qatada radiyallahu gəlir ki, soruşurlar ki, Rasulullah s.ə.v-dən ki, ya Rasulullah, birinci günün orucu barəsində. Allah Rasulundan birinci günün orucu barəsində soruşurlar. Və deyir ki, Rasulullah s.ə.v buyurur ki, mən deyir, birinci günü doğulmuşam, birinci günü mənə vəhiy olunur və mən də birinci günü nədir? İnsanlara gəlmişəm, yəni Peyğəmbər olaraq göndərmişəm. Bu hədisi zikr edir və deyir ki, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən birinci günü nə etmişəm? Doğulmuşam. Yəni bunlar bu doğulmuşam kəlməsindən və əlində də bir kitab tutub, şeyxinin kitabını və deyir ki, mənim şeyxim də, yəni bu fikirdədir ki, bu hədisi əsasən söyləyir ki, bu hədisdən görsənir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyəndə ki, mən birinci günü doğulmuşam, fərəh içindəyim, sevinirdim. Yəni, halbuki hədisdə söhbət nədən gedir? Birinci günün orucunu tutmaq barəsində. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem fərəh içərisində idi, iftarda, iftar vaxtı. Abu Bakr, Ömər və s. sahabələr onu təbrik edəcəkdilər ki, ya Rasulullah, sənin doğum gününü təbrik edirsən. Yəni, bu insanlara bunu yeritməyə çalışır ki, yəni birinci günü Allah Rasulü oruçdur və deyir ki, mənim doğum günüdür, fərəh içərisindədir və sevin içərisindəydir. Və əlində bir kitab tutur və deyir ki, şeyximin kitabıdır və şeyx də bu hədisdən çıxardır ki, bu əməl mübahdır. Mübahdır. Yəni, nəyə əsasən deyir mübahdır ha? Yəni, demək istəyir ki, Allah Rasulü bu hədisdə susur. Baxın ha, Allah Rasulü susur, heç bir söz demir. Susmağı ona dəlildir ki, Allah Rasulunun doğumunu qeyd eləmək olar. Allahu Akbar. Bunun şeyxi əgər bu ağıldadırsa, subhanallah, gör onda bunlara nə demək olar yaxşı qardaş? Yəni, bunlardan nə danışasan onda? Yəni, indiyə kimi görmüşük hədislərdən faydalar çıxardan, hikmət çıxardan. İndi hədislərdə hədisdir yazılıb, insanlar, alimlər onun üzərində faydalar çıxardılar. Yəni, bu cür nə? Yəni, yerə göyə sığmayan bir şeydir. Subhanallah, yəni Allah Rasulü sustu orada, dedi ki, mənim doğum günüdür, mən bu günləri doğulmuşam. Halbuki söhbət orada birinci günün orucundan gedir söhbət. Və ikincisi də ki, deyir ki, alimi deyir ki, Allah Rasulü həmin yerdə sustu. Birincisi, Peyğəmbər sallallahu aleyhi ve sellemin sustuğu bir şey sünnə sayılır, düzmürəm. Məsələn, Allah Rasulunun zamanında sahabə varan ətindən yiyirdi, Allah Rasulü yemədi və ona da heç bir söz demədi. Yəni, bu sünnə Allah'ın. Peyğəmbər sallallahu görür, nə etmir? Qadağan etmir. Əgər Allah
Rasulunun yanında kimsə nəsə etsəydi, dinə zidd olan, qadağan olmayan bir şey, Allah Rasulunu nə edərdi? Dərhal qadağan edərdi. Dərhal qadağan edərdi. Bunun deməsi ki, Peyğəmbər s.ə.v susub, Allah Rasulü nəyə susub orada? Məgər Peyğəmbər s.ə.v yanında kimsə doğum günü qeyd edirdi ki, Peyğəmbər s.ə.v onu susdu? Hə? Deməli, yəni kimsə onun yanında nəsə qeyd eləməli idi ki, doğum günü, Peyğəmbər s.ə.v də onu görüb susmalı idi və ondan sonra bu sünnə olardı. Amma halbuki Allah Rasulunun zamanında belə bir şey olmayıb axı. Və ikincisi də hədis, birinci gün orucuna aid, sən birinci gün orucunu Peyğəmbər s.ə.v doğumuna gətirib aid edirsən. Yəni bu hansı ağla sığan bir şeydir. Və özü üçün orada bir cədvəl qurub və cədvələ əsasən insanları sübut eləməyə çalışır ki, yəni nə qədər əməllər var ki, dində nə qədər əməllər var ki, ona heç bir dəlil yoxdur, amma biz onu eləyirik. Və orada birinci mövludu qeyd edir, yəni doğum günü və sonra onu silir, yazır ki, Quranın toplanması. Allahu Akbar. Quranın toplanmasını kimlər toplayıb, qardaşlarım? Sahabələr. Sahabələrin əməli sünnədir, yoxsa yox? Əlbəttə ki, sünnədir. Peyğəmbər s.ə.v 40 hədis kitabında gəlir, İmam Nəvvinin 40 hədis kitabında. Allah Rasulü buyurur ki, mən özümdən sonra özümün sünnətini və Rəşidi xəlifələrin sünnəsini qoyaram. Əbu Bakrın zamanında başlanıb Quranın toplanması, Osmanın zamanında isə nə eləyib? Tamamlanır. Yəni bu necə sığa bilər onun dediyi bu məntiqə? Əksinə Peyğəmbər s.ə.v-in sahabələrin etdiyi sünnədir. Amma sənin dediyin bidətdən, zalətdən və azğınlıqdan başqa bir şey deyildir. İkincisi də söylədiyimiz kimi, dəyərli qardaşlarım, Allah Rasulunun mövludunu qeyd eləmək Misirdə olan Fatimilər dövlətindən gəlir. Əsl adı da Ubeydullah Əl-Mehdi olub, özünü Mehdi elan edənlərdən olub. Deməli, Misirdə Fatimilər dövlətini qurur, ondan sonra başlanır minbərlərdən 12 imamlıq təbliğ olunmağa, Əbu Bakr, Ömər, Osman, ələxüsus bu sahabələr lənətlənməyə, sonra Həsən, Hüseyin, Fatimə və Allah Rasulunun mövludu doğum gününün qeyd edilməsi və bu kimi bidətləri həmin o Fatimilər dövləti başlayır yaymağa. Salahiddin Əl-Əyyubi sərkərdə olan Salahiddin tərəfindən sonra həmin o dövlət süquta uğradı. Və bunlar da həmin o bidəti oradan götürüb indi insanlara sünnə kimi təqdim etmək istəyirlər. Baxın, görün, İmam Məlik Rəhməhullah nə deyir? İmam Məlik Rəhməhullah deyərdi ki, kim deyir, Allahın dinində olmayan bir şeyi dinə gətirərsə və onu gözəl görərsə, o iddia etmişdir ki, Allah Rasulü xaindir. Yəni, xəyanət edib, bizə deməyib, gizlədib onu. Ona görə də Şeyx Albani Rəhməhullah çox gözəl bir kəlmələr deyir burada. Deyir ki, yəni ola bilərmi ki, sahabələr bu xeyirdən xəbərsiz olublar, Peyğəmbər s.ə.v doğumunu qeyd eləməkdən. Ola bilər, qardaşlarım. Çünki bütün xeyri, Şeyx Albani deyir ki, bütün xeyri biz onlarda örgənmişik, elə deyilmi? Nə ki, xeyirlər varsa, Allah Rasulü onlara deyib, onlar da bizə çatdırırlar. Yaxşı, nə Əbu Bakr, nə Ömər, nə Osman, nə Həzrət Əli, nə Həsən, nə Hüseyin Allah Rasulü doğumunu qeyd eləməyiblər. Öz doğumlarını qeyd eləməyiblər. Sünnə kitablarında, aç Buxaridir, Müslimdir, Abu Davuddur, Tirmizidir, Nəsəidir, İbn Məcədir. Heç birində bu barədə bircə dənədə belə nə hədis, nə də əsər yoxdur. Allah Rasulü barəsində yüzlərlə sırra, yəni onun həyatı haqqında kitablar yazılır. Heç birində Allah Rasulunun doğumu barədə heç bir şey qeyd eləməyib. Heç bir şey qeyd eləməyib, qardaşlar. Və sonra keçək 4 imama, İmam Əbu Hənifəyə, İmam Şafiyə, İmam Məlikə, İmam Əhmədə, Allaha and olsun bunların birindən də heç bir şey gəlməyib o barədə. Heç bir şey gəlməyib. Çünki bu xeyirli nəsillər bunların birindən heç birindən xəbər olmayıb. Və əksinə, həmin o Fatimilər də bu bidəti xristiyanlardan götürürlər. Çünki xristiyanlar İsa aleyhissalamın doğumunu qeyd edirdilər ona görə. Və Allah Rasulü da kitab əhlindən müxalif olmağı bizlərə daima əmr edir. Daima əmr edir. Və deyərdir ki, məni İsa aleyhissalamın xristiyanların övdükləri kimi, tərif etdikləri kimi
Məni deyib, tərif edib qaldırmayın deyib. Deyin ki, mən Allahın qulu və Rasuluyam. Və salam. Qulu və Rasulu. Bax, bu dəyərli qardaşlarım, dediklərimiz hamısı qayılır dərsdə əvvəlində söylədiyimizə. Yəni, şərt deyil ki, sən deyəsən ki, mən Allahı sevirəm. Əsas odur ki, Allah səni sevsin. Allahın sevgisi də onun Rəsuluna itaətlə olur, onun Rəsuluna itaət bağlanmaqla olur. Ona görə sələflər doğru deyil, amma vallahi ki, həqiqətən də bidətçi kördur. İnsan deyir ki, Quran və sünnədir, bu barədə dəlil yoxdur, sonradan isə həyasızcasına çalışır ki, Allah Rəsulun adından yalan danışdır və insanlara bidəti sünnə olaraq yeritsin. Və bilirsiniz nə deyir? Deyir ki, kim ki keçirdirsə, biz ona heç nə deməməliyik. Kim ki keçirmirsə, biz ona da heç nə deməməliyik. Müşriklər gəldilər, Allah Rəsulun yanına dedilər ki, ya Rasulullah, bir balaca bəlkə yüngülləşdirəsən, nə sən bizə eləyiş, nə də biz sənə eləyişək. Biz qoy öz bütlərimizə ibadət edək, sən də öz ilahına ibadət elə. Yəni, birimizə qatışmayaq da. Allah Teala deyir ki, biz sənin əgər qorumasaydıq, sənin qəlbin az qalmışdı ki, meyil eləsin olaraq. Yəni, deyməyəcəyin olaraq, o işləri ilə məşğul, biz də öz ibadətlərimizi eləyək. Subhanallah, Allah Rasulü buyurur, kimdir mənim adımdan, mənim demədiyim bir şeyi mənə nisbət edərsə, geçsin cəhənnəmli yerini tutsun. Geçsin cəhənnəmli yerini tutsun. İnsanlara oruc barəsində gələn hədisi Peyğəmbər s.ə.v-in doğum özəbisidir. Deyir ki, Peyğəmbər s.ə.v sevinirdi həmin günü, fərəh içərisində idi. Orada isə elə şey yoxdur ya. Bəlkə də Allah Rasulü ağlayaraq deyib onu, bəlkə də qorxaraq deyib. Elə bir şey gəlməyib. Yəni, bu deyir ki, sevinərək, fərəh içində idi. Yəni, deymədən mənə, qoy mən bidətimi eləyim. Allahu Akbar. Gör, insan nə qədər həyasızdır. Nə qədər həyasını itirmiş insandır. Allah Rasulü buyurur ki, həya imandandır. Əgər insanın həyası yoxdursa, istədiyini eləyəcək. İstədiyini də nədir? Söyləyəcək. Allahu Akbar. Ona görə ən böyük sevgi olur sahabələrdə. Və onlar Peyğəmbər s.ə.v-i sevirdilər. Və onun hər bir kəlməsini izin izləyirdilər ki, Allah Rasulü nə edibsə biz onu eləyək. İbn Ömər gözlərinin içini yurdu dərs namazda. Ayaq yoluna çıxdığı yerdə qeyb yanında ayaq yoluna çıxırdı. Biz niyə görə eləyirdi bunu? Çünki hər bir şeydə ona istəyirdi oxşamağa. Çünki sevirdi Allah Rasulunu, ona görə. Yəni, mövlud bidəti, Allah Rasulunun doğum gününü qeyd eləmək, o boyda xeyirli bir əməl Allah Rasul zamanında heç kəs sahabələr bilmədi. Bu məhdudi, azğın deyir ki, var. Özür abırsız deyir ki, məndir Hənəfiyəm. Sənin İmam Hənifə ilə nə əlaqın var? İmam Hənifə mövlud qeyd edib, məgər? Subhanallah. Allahu Akbar. Sonra da deyirlər ki, Kemal biraz yumuşaq danışır, sərt danışmır. Vallahi mənim dediklərim güldür onun etdiklərinin yanında. Halbuki gecə və gündüz Allah Rasulunun haqqına girir. Alimlərin adından icma gətirir ki, alimlər icma edir. Quran və sünnədə dəlil yoxdur, amma alimlər icma edirlər. Hansı alimlər icma edirlər? Nəylə icma edirlər? Bunun kimi ağılda olanlardır da. Ağıllarına nə gəlib, onunla icma edirlər və salam. Sonra da sonunda bir dənə öz şeyxinin sözünü gətirir. Güya ki, Saudiyədə meçid imamı ilə oturub söhbət edir. Meçid imamı əhl-sünni idi, sələfi idi. Mənim şeyxim oturdu, ona söhbət elədi, onu bağladı da. Fəxrlə deyir, sevinir. Az götür şeyximi də, gəl bırak, mən burada gözləyirəm sənə. Ki, görür mənə nəyə bağlı, məsid də imamı deyiləm. Götür şeyximi də, gəl oturaq söhbət eləyək. Görür mənə nə deyəcəksən, başa sala biləcəksən məni. Hamısı bilsən nədir, qardaşlarım? İnsanları azdırmaq, aldatmaq üçün, ətrafda oturanlara, ona qulaq asan, mesaj yazanlara aldatmaq üçün. Allahu Akbar. İnsanda nə həya var, nə abır. Danışır da Allah Rasulunun adından. Nə qorxu var, nə bir şey. Bir deyən də yoxdur ki, kişi bir sus günə, nə danışdan sən? Sən dediklərin hamısı elə ancaq ağıl, məntiq. Bir dəlillə danışdı, bir sübutla danışdı. Özü deyir ki, yoxdur Quran və sünnədə. Yaşı xeyirli nəsildə yoxdur. Sahabələr, tabinlər eləməyiblər, ətbə tabinlər eləməyiblər. Ondan sonra gələn 4 imam eləməyibsə, sən haradan çıxartdın bunları, qardaş? Haradan gətirdin icmanın olduğunu? Ona görə də, əlhamdülillah ki, dəyərli qardaşlarım, yəni belə insanların cavabı hər bir zaman verilməlidir. Və həmçində, bunlar hamısını, əlhamdülillah ki, biz dəstək qeyd eləmişik. Bundan öncə keçdiyimiz kim istəyib oturub ona qulaq asa bilər. Həmçində, əhl-i-sünnə alimləri Peyğəmbər s.ə.v-in doğumunda belə ixtilaf ediblər. Doğumu tam dəqiq deyil hansı. Sırrə kitablarında gəlib 9-u Rəbul Əvvəl ayının, 11-i gəlib, 12-si gəlib. Yəni, bir çox rəvayətlər gəlib.
Allah Rasulunun doğumu barəsində. Və səhih bir məlumat yoxdur, İbn Kəsir deyir bunu. Yaxşı, sən onu nəyə qeyd edirsən? Və baxın, Şeyx Albani Rahiməhullah deyir ki, yəni bu doğum günü ilə bağlı keçirilən məclislər var ha. O məclislərdə Peyğəmbər sallallahu aleyhi ve sellemin doğumunu keçirməklə yanaşı nə qədər bidətlər olunur. Peyğəmbər sallallahu aleyhi ve sellemin sevdiklərini iddia edirlər. Və iddia edirlər ki, biz bunu ilə Allaha yaxınlaşırıq. Yəni, o mövqüdə doğumu qeyd eləməklə. Həmin o məclislərdə nəşidlər oxunur. Peyğəmbər sallallahu aleyhi ve sellemin şəninə təriflər deyilir. Hətta Şeyx Albani deyir ki, elə təriflər deyilir ki, Allah barədə özünə təriflər deyilir. Hətta deyir, mən özüm eşitmişəm, Suriya kimi dövlətdə, Yordaniya kimi yerlərdə Mövludxan deyilirdi, amma yəni deyir, durur ayağa başlayır şeirlər deməyə. Deyir ki, Peyğəmbər s.ə.v-in doğulduğu qissəni oxuyaraq insanları ayağa qaldırır və deyir ki, Mustafa dünyaya gəldi. Onun ruhu deyir, bu günləri bizim aramızdadır, durun ayağa və bütün zal deyir, durur ayağa başlayırlar əl çalmağa. Yəni, bu cürlə bilətlər olur orada. Yəni, insanların həmin o məclisdə Peyğəmbər s.ə.v-lə istənəmələri, yəni, görün, bir bidət nəyə yol açır? Hara gətirib çıxardır insanlara? Və bu elə düşünür ki, elə mübahdır da, nə var ki, Peyğəmbər s.ə.v orada susdu, mübahdır, deməli nədir? Mənə də toxunma yine. Allahu Akbar. Bu, dəyərli qardaşlarım, qısa bir şəkildə bir məlumat idi. Yəni, əlhamdülillah ki, Allah subhanətələ, necə ki, burada İbn Məsuddan gəlir, İbn Məsud deyir ki, həqiqətən də sünnədə iqtisad etmək, bidətdədir, iştihad etməkdən daha xeyirlidir. Yəni, az da olsa sünnə ilə əməl etmək, çox da olsa bidətlə əməl etməkdən daha xeyirlidir, üstündür. Yox, az bir şəkildə sünnəyə rəayət elə, sünnəni yaşa, amma bidətlərin içində batıb boğulub ölməklə. Bu insanlar belədirlər, çünki bunlar Quran və sünnəni qoyub kənara öz məhzəblərinə tabidir. Məhzəbin nədirsə o olacaq. Bunun bir etiraz etməyə cürəti də çatmır öz məhzəbinə ki, oğlan, bu dəlil yoxdursa, mən bunu niyə qeyd eləməliyəm? Subhanallah. Allah subhanətələ dua edirəm ki, vallahi ki, o video baxandan sonra Allah subhanətələ həmd etdim. Allah Teala şükürlər olsun ki, Rəbbimiz bizləri Quran və sünnə üzərində sabit edib. Allah subhanətələ sonsuz sayıda həmsənalar olsun ki, Allah Teala bizləri Quran və sünnəni sahabələrin başa düşdüyü tərzdə başa düşməyə bizlərə nəsib edib. Allah Teala sonsuz sayıda həmsənalar olsun ki, Rəbbimiz bizləri bu azğın firqələrdən, təriqətlərdən etməyib. Hansı gecə və gündüz Allaha şəriklər qoşub, küfürlər edib, Peyğəmbər s.ə.v-in haqqına gelirlər. Allah subhanətələ dua edirəm ki, Rəbbimiz bizləri Quran və sünnə üzərində sabit etsin, salih sələflərin 4 məhzəb imamının yolunu sabit etsin və bizləri bu dünyadan yalnız müsəlman olduğumuz halda keçirsin. Subhanəkə Allahumma və bihəmdik, əşhədə ən la iləhə illə əntə əstəğfirkə və ətub ileyk.